Salam və xoş gördük. Bugün sizə Azərbaycanda dövlət qulluq sahəsində gözlənilən mühüm dəyişikliklərdən bəhs edəcəyik. Son günlərdə dövlət sektorunda çalışan şəxslər üçün diqqət çəkən bir qərar qəbul olunub. Deyək ki, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşlarının minimum məbləğlərinin müəyyən edilməsi istiqamətində yeni addım atılıb. Məlumata görə bu qərar Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən imzalanmış sərəncama əsaslanır. Sərəncam dövlət qulluqçularının əmək haqqı sisteminin daha şəffaf və ədalətli şəkildə tənzimlənməsini hədəfləyir. Yeni yanaşmaya əsasən yalnız minimum maaş məbləğləri deyil, eyni zamanda əməyin ödəniş səviyyələri üzrə vəzifələrin bölgüsü, səriyyə və pillələr üzrə artım faizləri də müəyyən ediləcək. Bu isə o deməkdir ki, dövlət qulluqçularının maaş sistemi daha strukturlaşdırılmış və mərhələli şəkildə formalaşdırılacaq. Qərara əsasən bu istiqamətdə konkret təkliflərin hazırlanması üçün bir neçə mühüm dövlət qurumuna tapşırıq verilib. Bu qurumlar arasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi xüsusi yer tutur. Bununla yanaşı icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları da bu prosesə cəlb olunacaq. Sərəncama əsasən adı çəkilən qurumlar qarşıdakı 5 ay ərzində öz təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Bu müddət ərzində əmək haqqı sisteminin bütün detalları, o cümlədən vəzifə maaşlarının konkret məbləğləri və artım faizləri dəqiqləşdiriləcək. Bu dəyişikliklərin əsas məqsədi dövlət qulluğunda çalışan şəxslərin sosial rifahının artırılması, onların əməyinin daha obyektiv qiymətləndirilməsi və motivasiyanın gücləndirilməsidir. Eyni zamanda yeni sistemin tətbiqi dövlət idarəçiliyində səmərəliliyin yüksəldilməsinə də töhfə verə bilər. Eyni zamanda yeni sistemin tətbiqi dövlət idarəçiliyində səmərəliliyin yüksəldilməsinə də töhfə verə bilər. Ekspertlərin fikrincə bu addım dövlət sektorunda çalışan minlərlə insan üçün müsbət dəyişikliklərə səbəb ola bilər. Xüsusilə maaşların səviyyə və pillələr üzrə daha şəffaf şəkildə müəyyən olunması karyera inkişafını da daha aydın və proqnozlaşdırıla bilən edəcək. Bununla yanaşı qeyd etmək lazımdır ki, hələlik bu ilkin mərhələdir və yekun qərarlar təqdim olunacaq, təkliflər əsasında qəbul ediləcək. Yəni qarşıdakı aylarda bu mövzu ilə bağlı daha konkret və detallı məlumatların açıqlanacağı gözlənilir. Sonda isə belə demək olar ki, dövlət qulluğu sistemində planlaşdırılan bu yeniliklər həm əmək haqqı siyasətində, həm də ümumi idarə etmə mexanizmlərində mühüm dönüş nöqtəsi ola bilər. Digər siz də bu mövzu ilə bağlı yenilikləri ilk öyrənmək istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirik. Növbəti xəbərlərdə görüşənədək